Bismillahirrahmanirrahim. Allaha həmd edirik ki, yenidən qismət oldu vilayət mövzusunda siz əzizlərlə fikir mübadiləsi aparaq və mən məlumatları sizə ötürüm və zamanə imamından da ricamız budur ki, bizi bu istiqamətdə dua eləsin ki, biz öz fikirlərimizi lazımi formada sizlərə çatdıra bilək və Allahımızdan qəbul eləsin inşallah. Ötən mövzumuzda qeyd elədik ki, vilayət mütləq olaraq Allaha məxsusdur və Allahın yalnız haqqı var ki, insanlara olar olmaz təyin eləsin, onlar üçün qanunlar tərtib edib həyatlarına müdaxilə və yön versin. Və bunu da qeyd elədik ki, müəyyən məhdudiyyətlərə görə birinci səbəb buydu ki, Allah cisim deyil ki, insanlar arasına düşsün və onlarla birbaşa ünsiyyətə keçsin. İkinci məhdudiyyət isə buydu ki, insanların hamısının Allahla birbaşa ünsiyyətə keçmək mənəvi istedadları yoxdur. Elə bu məhdudiyyətlərə görə mütəal Allah vilayəti öz bəndələrindən bəzilərinə ötürdü. Amma meyar nədir? Yəni bu vilayətin ötürülməsində meyar nədir? Meyar Allaha ən çox bənzəmək və peyğəmbərlər zəmanələrində Allaha ən çox bənzəyən şəxsiyyətlər olduğu üçün bu missiyanı öhdələrinə götürdülər və Allahın yer üzündəki vilayət sahibləri oldular. Təbii ki, qeyd elədik ki, bu mərhələdə, yəni vilayətin xaliqdən vəhyə bağlı olan məsum şəxsiyyətə ötürülməsində etiraz edən şəxs oldu ki, buna biz iblis deyirik və yeni bir cəbhə formalaşdırdı, yaratdı həmin bu vilayət sahibinin önündə və onun vilayətini qəbul eləmədi. Peyğəmbərlər ki, Allahın vilayətini qəbul elədilər, onların vəzifələri Allahın təyin elədiyi hədəf uğrunda idi. Hədəf nə idi? Hədəf bəşəriyyətin Allah istəyən formada yaşayaraq ilahi mərhəmətə layiq olan formada həyatlarını sürüb, dünya və axirət səadətlərini əldə etmək idi. Peyğəmbərlərin də təbii ki, hər bir təşkilatda olduğu kimi bu özlərinin sahib olduğu, vilayət xəttinin sahib olduğu təşkilatlarında iki şeyə ehtiyacları var idi. Biri buydu ki, yazılı qanunlar olmalı idi insanlar arasında. Ki, insanlar o qanunlar əsasında düşünsünlər, düşüncələri və həyat tərzləri onlar ilə formalaşsın. Hər bir təşkilatının nizamnaməsi olur və orada ümumi olaraq təşkilatın hədəfi, prinsipləri, idarə etmə orqanları, strukturu və s. qeyd olunur. Peyğəmbərlərin də bu nizamnaməyə ehtiyacları var idi. İkinci, bu nizamnamənin həmin hədəfə çatmaq, yəni dünya və axirət səadətinə çatması üçün bu nizamnamənin praktiki surətdə həyata keçirilməsi ehtiyac var idi. Peyğəmbərlərin ona görə iki dənə vəzifəsi var idi. Bir, nizamnaməni tamamlamaq və ideal nizamnaməni bəşəriyyətə təqdim etmək. İkinci vəzifəsi isə həmin bu nizamnamənin öz şəraitlərinə uyğun olaraq, çünki hər bir peyğəmbər fərqli şəraitdə olublar, öz şəraitlərinə uyğun olaraq həyata keçməsinə nəzarət etmək. Bəzi peyğəmbərlər bunu tamamilə həyata keçirə bildilər, bəzi peyğəmbərlər müəyyən həddə, bəziləri isə ümumiyyətlə həyata keçirə bilmədilər və mövcud olan nizamnamənin sadəcə təbliği ilə məşğul oldular və insanları bu istiqamətdə hazırlamağa çalışdılar. Nəhayət Qədirxumda İslam peyğəmbəri bu nizamnaməni tamamladı Allahın əmri ilə. Ki, bugün din sizə kamil oldu və nemət sizə tamamlandı. Yəni, nizamnamə neməti artıq tamamlandı. Yaxşı, bəs növbəti icraçı kim olacaq? Çünki belə deyil ki, biz yalnız nizamnaməni tamamlayaq və səlam. Axı, qeyd elədik, bu nizamnaməni tamamlamaq bir missiya idi. Bəs idarəçi, bunun həyata keçməsinə nəzarət edən şəxs necə olacaq? Peyğəmbərdən sonra kim olacaq? Axı, Peyğəmbər bu nizamnaməni tamamlasa da, lazımi formada 100% buna əməl eləyə bilmədi və təkmilləşdirilmiş nizamnaməni tam formasında cəmiyyətdə tətbiq edə bilmədi və lap tətbiq etsə belə bundan sonraki
günlərdə və illərdə, zamanda bunun icrasına kim nəzarət edəcək? Bunun praktiki surətdə həyata keçməsinə kim nəzarət edəcək? Artıq vilayət yenidən ötürülməli idi. Deməli, tarixin bu hissəsində vilayət vəhyə bağlı olan məsumdan vəhyə bağlı olmayan məsuma ötürülməli idi. Niyə vəhyə bağlı olmayan məsum? Çünki artıq vəhiy məsələsi bağlandı. Vəhiy bunun üçün idi ki, nizamnamə tamamlansın. Və nizamnamə Qədirxumda tamamlandı və artıq yalnız icrasıya ehtiyac var. Bəli, düzdür, bizim məsum imamlarımıza vəhiy mələyi nazil olur, amma vəhiy gətirmir. Müəyyən mövzular əsasında məlumatlar verir və ünsiyyət qurur, amma vəhiy gətirmir. Vəhiy İslam Peyğəmbəri ilə dayandırıldı. Deməli, bizim yenə də icrasıya ehtiyacımız var. Bu nəzəri qanunların praktiki surətdə cəmiyyətdə həyata keçməsinə ehtiyacımız var. Yaxşı, kimə ötürülsün? Meyarımız mövcuddur. Allaha ən çox bənzəyən peyğəmbərlər vilayət sahibinə layiq görüldülərsə, vilayət məqamına layiq görüldülərsə, peyğəmbərdən sonra kim seçilsin sualına cavab da elə bu meyarla bəlli olacaq. Peyğəmbərə ən çox bənzəyən şəxs. Yaxşı, gəlin kitabları vərəqləyək və baxaq. Görək peyğəmbərə ən çox bənzəyən şəxs İstər şiə qaynaqlarında, istər sünni qaynaqlarında kim olub? İstər şücaət baxımından, istər elm baxımından, istər təqva baxımından və digər özəlliklər baxımından. Peyğəmbərə ən çox bənzəyən şəxs kim idisə o seçilməlidir. Ondan başqasının seçilməyi zülmdür, ədalətsizlikdir və prinsiplərə ziddir. Yəni biz demək istəyirik ki, peyğəmbərə ən çox bənzəyən filan kəsdir, amma biz onu yox başqasını seçirik. Təbii ki, məntiqdən və ümumiyyətlə istər dini, istərsə də əqli prinsiplərə tamamilə ziddir bu məsələ. Mənzilət hədisi də öz növbəsində bu məsələni vurğuluyur. Necə ki, Peyğəmbər İmam Əli əleyhissalama xitabən buyurdu ki, ya Əli, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbətidir. Bir fərqlə ki, məndən sonra Peyğəmbər olmayacaq. Yəni, Əli əleyhissalam üçün Harunun sahib olduğu bütün özəlliklər sahibdir və vilayət sahibi də bizim əqidəmizə görə məhz Əli əleyhissalamdır Peyğəmbərdən sonra. Demək, tarixin bu hissəsində artıq vilayət vəhyə bağlı olan məsumdan vəhyə bağlı olmayan məsuma ötürüldü. Bəli, necə ki, bundan öncəki mərhələdə etiraz edənlər oldu, fikir ayrılığına düşənlər oldu, bu mərhələdə də müəyyən bir insanlar fikir ayrılığına düşdü və vilayət sahibini qəbul eləmədilər və yeni bir cərəyan və yeni bir xətt yaratmalı oldular. Sual budur ki, bizim imama nə ehtiyacımız var? Yəni, əgər nizamnamə tamamlanıbsa və Peyğəmbər missiyasını tamamlayıbsa, artıq burada imama nə ehtiyac var? Axı biz qeyd eləmişdik ki, vilayət sahibinin iki əsas vəzifəsi var. Biri nizamnaməni tamamlamaq, digəri isə bu nizamnamənin lazımi formada icrasını cəmiyyətdə təşkil etmək. Peyğəmbər müəyyən mənada buna nail olmuşdu. Amma bunun daha da təkmilləşməsi üçün və qiyamətə qədər insanların səadət dolu həyat sürməsi üçün bu nizamnaməyə əməl etmələri üçün bir ilahi idarəçi lazım idi. Çünki mümkün deyil ki, vilayət sahibi yalnız nəzarət eləsin qanunların, nizamnamənin tamamlanmasına və nizamnamənin icrasını başqasına təhvil versin. Əgər bu şəxsiyyət həqiqətən də ideal şəxsiyyətdirsə və ona həvalə olunubsa nizamnamənin tamamlanması, elə onun icrası da ona aid olmalıdır. Və bizim əqidəmizə görə Peyğəmbərdən sonra məsum şəxsiyyətlər olmalıdır ki, həmin o nizamnamənin cəmiyyətdə formalaşmasına və praktiki surətdə həyata keçməsinə nəzarət etsin. Şiənin əqidəsi və bizim əqidəmiz budur ki, bu vilayət, yəni məsum şəxsiyyətin vilayəti davam elədi ta ki 11-ci imamımıza qədər və 12-ci imamımız ki, Həzrəti Mehdi salamullahi əleyhdir, dünyaya gəldikdən sonra, müəyyən bir illərdən sonra Allahın hökmünə əsasən qeybə çəkilir və qeybə çəkildikdən sonra artıq yeni bir mərhələ başlayır. Yaxşı, sual ortaya çıxır ki, əgər vilayət sahibi, yəni İslamın qaydalarının
icrasına nəzarət edən vilayət sahibi qeybə çəkildisə, sual, bu vilayət növbəti bir mərhələyə atlayır yoxsa atlamır? Keçir yoxsa keçmir? Bizim əqidəmiz budur ki, necə ki, bundan öncəki vilayətin mərhələli ötürülməsində meyar Allaha, Peyğəmbərə daha çox oxşamaq idi. İmamın da qeyb dövründə vilayət imamdan imama daha çox bənzəyən şəxslərə ötürülür. Və bizim əqidəmizə görə bu şəxs elmdə və təqvada ən üstün şəxs olmalıdır. Elmdə və təqvada ən üstün olan şəxs eyni zamanda siyasətdə və s. digər özəlliklər ki, biz gələcəkdə onları vurğulayacağıq. Elmdə və təqvada üstün olan şəxsi biz fəqih adlandırırıq. Ədalətli fəqih. Fəqih bu mənada ki, elmlidir, savadlıdır, imama ən çox bənzəyən şəxsiyyətdir. Adil bu mənada ki, ədalət sahibidir. Necə ki, məsum idi imamlarımız, ismət məqamına sahib idi. Bu fəqih də ismət məqamına sahib olmasa da ədalət özəlliyinə sahibdir və nə böyük günahları yerinə yetirirlər, nə də kiçik günahlara israr edirlər. Bəli, tarixin bu hissəsində də yenə etiraz edənlər oldu, fikir ayrılığına düşənlər oldu. Necə ki, vəhyə bağlı olan məsumdan vəhyə bağlı olmayan məsuma ötürüləndə etirazlar olmuşdursa, məsumdan da qeyri-məsuma ötürüləndə, yəni fəqihə ötürüləndə müəyyən fikir ayrılıqları oldu. Amma bunu demək lazımdır ki, bu şəxslər, yəni etiraz edən şəxslər buna diqqət eləmirlər ki, ümumiyyətlə anarxiya və qanunsuzluğa yol açmaq deməkdir vilayət sahibini qəbul etməmək. Yəni biz əgər bir vilayət sahibini qəbul etmiriksə, bizə olar olmazları təyin edə biləcək bir qüvvəni qəbul eləmirsə, onu danırıqsa, demək biz məntiqdən kənar bir addım atırıq. Belə ki, onun adı anarxiya adlanır. Yəni, hərə öz başına, öz qanunlarına əməl eləsin, təyin eləsin, özü öz bildiyi kimi yaşasın. Halbuki belə deyil. Hər bir ağıllı və məntiqli insan qanun və hüquq çərçivəsində yaşamağı özünə borc bilir və mütləqdir ki, bir qanunun hakimliyini qəbul edir. Yaxşı, bu şəxsiyyət kim olsun? Əgər biz qeyb dövründə bunu fəqihdən başqasına aid eləsək, deməli, biz yenə də böyük bir xətaya düçar olmuşuq. Biz deyirik ki, bəli, mütləq qanunlar olmalıdır, hüquq olmalıdır, insanların normal yaşamaları üçün bir nəzarətçiyə və vilayət sahibinə ehtiyac var, amma bu fəqih olmasın, bu adil fəqih olmasın. Sən istər-istərməz ya fəqih olmayan bir insana bunu vermiş olacaqsan, ya adil olmayan bir insana bunu vermiş olacaqsan. Əgər fəqih olmayan bir insana biz bu haqqı versək, demək ədalətli olsa da, çox yaxşı insan olsa da, fəqih olmadığı üçün, dini lazımi surətdə başa düşmədiyi üçün bu hardasa gedib dirənəcək və müəyyən məsələlərdə artıq giriftar qalacaq. Necə ki, bəzi xəlifələr o cür oldu və savadsızlıqları üzündən müəyyən problemlərlə üzləşdilər. Yox, biz fəqihə versək, amma ədalətli insana verməsək, yenə də burada problem olacaq. Yəni, insanlar özlərinə nümunə götürmək istəyir. Adil bir fəqihi gözləyirlər bu postda və bu məqamda. Demək, ağıl və məntiq deyir ki, mütləq bir qüvvə olmalıdır və yenə də dini cəhətdən də, məntiqi cəhətdən də bu sübuta yetir ki, əgər kimsə olmalıdırsa, imama ən çox bənzəyən şəxs adil fəqihdir və vilayət sahibi də məhz o olmalıdır. Keçən səs yazımız və bu səs yazımızın nəticəsi bundan ibarətdir ki, fəqihin vilayətini biz bu silsilə olaraq sübuta yetiririk və anlayırıq və sizlərə də izah edirik. Necə ki, bu Allahdan Peyğəmbərə, Peyğəmbərdən imama ötürüldüsə bu vilayət, qeyb dövründə də imamdan fəqihə ötürüldü. Amma burada müəyyən qeydlər var ki, qismət olsa gələn səs yazılarımızda bunlara toxunacağıq. Burada sadəcə sonuncu cümlə olaraq buna demək istəyirəm ki, İmam Xomeyninin rəhmətliyin bu barədə bir cümləsi var ki, fəqihin vilayəti eyni Rəsulullahın vilayətidir. Bu izahlardan sonra artıq onu rahatlıqla anlamaq olur. Yəni, demək istəmir fəqih bərabərdir imam.
Fəqih bərabərdir peyğəmbər. Necə ki imam bərabərdir fəqih deyil, imam bərabərdir peyğəmbər deyil və peyğəmbər bərabərdir Allah deyil. Çünki vilayət Allahdan qaynaqlanır. Bəli, bunların mənəvi məqamları bir-birindən tamamilə fərqlidir. Amma vilayət xətti, yəni qanunun icrasına nəzarət etmə məsələsi hamısında eynidir. Peyğəmbər də Allahın kitabının icrası üçün çalışırdı. İmam da Allahın kitabının icrası üçün çalışırdı. Fəqih də Allahın kitabının cəmiyyətdə icrası üçün çalışır. Bu baxımdan eyni vilayət və eyni hüquq və vəzifələrə sahibdirlər. Allah razı olsun. Qismət olsa gələn səs yazılarında görüşmək ümidi ilə.